Hoş gördük balıq quşları. Bu günləri sizin kahve falınıza baxın. Görək. Bəh. Balıqları demək olar ki, oktyabr ayı çox bolluq, bərəkət ayıdır. Görün nə qəşəngdir. Çoxlu yollar görsənir. Maraqlı həyat. Bolluq, bərəkət, şans. Ömründə ilk dəfə balıqlar gülə bilər, sevinə bilər. Amma balıqların bir gözü gülür, bir gözü ağlayır. Demək, burada bir dənə bayquş var. Dostlar, məni gülmək tutdu. Mənim də bir dənə bayquş əmarvadı var. Bax, bu bizi həmişə izləyir. Bizim mütləq yaxşı günümüzdə də, pis günümüzdə də həmişə bir bayquşumuz var. Baxın, görün nə cür bayquş oxşuyur. Bu bizi hər gün radar kimi gözətləyir. Mən onu Allaha həvalə elədim, getdi. Bu bizi hər gün güdür. Ona görə də tez-tez evə sirkəli su qoyun balıqlar. Canım balıqlar, qəribə bir dünyamız var və bizi heç kim başa düşmür. Baxın, çox fərqliyik həqiqətən də balıqlar. Ürəyimiz təmizdir, hamıya yaxşılıq eləyirik. Bu dəqiqə başımın üstündə düz 10 dənə adam var. Hamısı əyilib çaşqanın içinə baxır. Demək olar ki, əslində deyirlər bu il balıqlara düşür. Bax, bir dənə orada kanal kimi yol var, görürsünüz. Bizim bütün çətinliklərdən çıxış yolumuz olacaq. Yəni ki, bax sizə deyim, demədi deməyin. Bu bayquşun üstündən keçib gedəcəyik, narahat olmayın. Amma həmişə bizi bir mərdimazarımız var. Qəşəng fərqli yollarımız var, gözəldir. Bugün bürçlərin hamısını bir deyim. Hamı əlində bir kahve fincanı yanımda dayanıb. Baxaram, siz də gözləyin. Bizi qarşıda çox gözəl sürprizlər gözləyir. Biraz çətinliyimiz də var, oradan da çıxırıq. Çalışın, çox yaxşılıq eləməyin, fədakarlıq eləməyin. Çünki pıçıldama görə. Çünki biz balıqlar çox fədakarıq. Özümüzdən başqa hamını düşünürük. Ona görə də bizim heç yaxşılığımızın qiyməti bilinmir. Belə deyirəm. Bu arada burada da kişiləri qarışdırmır. Kişilər fədakar qadınları deyil, tələbkar qadınları sevir. Bu mənim sözümdür. Harada işləsəz fərqli məkan deyin. Ondan sonra burada nə qaldı bürcümüzdə? Əlimizə oradan-buradan pul gəlir. Çünki qoçağıq, hardan olsa qazanırıq. Sonra qəfildən ağlayırıq, gözümüzün yaşını silirik, qalxırıq ayağa. Biz balıqlar beləyik. Öpürəm sizi canım balıqlar. Hal-hazırda növbədə çoxlu əlində fincan olan adamlar var. Baxın, gəl sən fincanını gör. Bir də bizi bir dənə qəşəng möcüzə gözləyir balıqlar. Biz elə ki, artıq son ümidimiz bitir. Məsələn, deyirik ki, da yaşamaq istəmirəm. Həmin günü təzədən bizim qarşımıza Allah elə bir yol açır. Ona görə də balıqlar hara düşsələr özləri üçün bir fərqlilik tapır, bir yaşamaq, tez uyğunlaşmaq tapır. Ona görə balıqlar dərd eləməyin. Çox çətin həyatımız olsa da, bir gözümüz gülüb, bir gözümüz ağlasa da, yenə də bizi hardasa möcüzələr gözləyir. Yazın, rəylərinizi gözləyirəm, səhifəmi bəyənin, qayd edin ki, çox adamın qarşısına çıxsın. Bu belə. Ardı var, izləmədə qalın. Burada çoxlu şir bürcü, qaz bürcü demişdim, qız bürcü də var. İndi baxırıq.